Hər sağınız aydın olsun əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbəti sayında hər birinizi xoş gördük. Bugünkü verilişimizi sizə Quba rayon Susay İnzibati ərazi idarəsindən hazırlamışıq. Verilişimizin mövzusu milli adət-ənənələrimiz, mənəvi dəyərlərimizdir. Auditoriyamız Susay İnzibati ərazi idarəsinin Susay kəndinin sakinləri də sizə salamlayır. Qonaqlarım Quba rayon Ağsaqqallar Şurasının sədri Yıldırım Məmmədov və Quba rayon Ağsaqqallar Şurasının üzvü Ağsaqa Türklərinin Vətən Cəmiyyəti İctimai Birliyinin Quba rayon nümayəndəsi Səlimcan Rizmanov və Susay İnzibati ərazi idarəsinin icra nümayəndəsi İqbal Mərdanovdur. Hər birinizi xoş gördük. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi, mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən adət-ənənələrimizi və milli mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri onun adət-ənənəsi və milli mənəvi dəyərləridir. İldirim müəllim, Səlimcan müəllim, sualım hər ikinizədir. Bax, bu söylədiklərimlə bağlı fikirlərinizi istərdim. Eşidək, sizdən başlayalım müəllim. Buyurun. Xoş gördük. Bugün biz belə oturmuş yerdə danışmaq istəyirik ki, biz fikir mübadiləsi edirik. Rəsmi iclas bölgülük, ayaq üstə bir-birimizə hesabat verir. Siz bilirsiniz ki, hər bir millətin özünün milli mentaliteti var, öz dəyərləri var. Ata-babamızdan gələn o qürurlu dəyərlərimizi biz şimdi bir yerdə qorumalıyıq. Bunun mənası nədir? Bu, heç kim mecburləmir. Lakin siz bilirsiniz ki, xarici dövlətlərin bəziləri, bizdə düşmən mövqeyində olanda, bunlar bizim qohumluqla, müxtəlif yollarla sirayət edirlər dinin içinə və qeyri məsələlərlə bizi özümüzdən qoparırlar. Biz kökümüzdən ayrıldıqca biz heç kim oluruq. Məsələn, məktəbə uşaq göndərirsiniz. Sadəcə məktəbə uşaq getsin. Və geçsin, gəlsin, orada məktəbə qarışsın, sonra da əlinə bir lapatkadan ağacdan beri git qoyunu qaytar, git o ağacı dibin bəllə. Amma o məktəbdən qaydandan sonra biz ondan soruşurum, müəllim sənə bugün nə dedi? Nə öyrətdi, nəyə öyrəndirdi? Biz milli mənəvi dəyərlərimizi bu yollarla qoruyur. Təhsilə biz hörmət eləməliyik. Təhsilsiz insan elə bu canlı bir şeydir də, o elə adı insandır. Amma təhsillə insan özünü cəmiyyətə tanıda bilər. Sən zaman sizin fikirləriniz işte. Bir ölkənin milli dəyərləri olmasa, bir ölkənin, bir millətin milli dəyərləri olmasa, o ölkədən nə ölkə demək olar, nə də ki millət demək olar. Hər bir millətin özünün adət-ənənələri var, milli dəyərləri var. Millət onundan tanınır, ondan sayılır. Qubanın 17 kəndində bizim 3000-dən yuxarı Ağsa Türkləri yaşayır. 1989-cu il biz qaçqın olaraq gəlmişik. Və biz bir-birimizlə mehribanlaşmışıq. Mehriban deməli, bizim adət-ənənələr tıpkı biraz fərqli olaraq yerli cəmaatına eynidir. Toyumuz, şənliklərimiz, nişanımız, nə bilim, nikahımız, dini adətlərimiz, hamısı bir-birinə uyğun, üst-üstə düşür. Onu demək istəyirəm ki, əgər hansı bir millət özünün adət-ənənələrinə sadiq olmasa, onlardan istifadə eləməsə, o millət özünün millət kimi saya bilməz. Ona görə adət-ənənələrimizi qorumaq üçün bir məndən yox, bir Yıldırım müəllimdən yox, toplum olarak hatanı hata vaxtında deməlisən ki, o hatasını düzəlsin. Hiçbir insan özünün hatasını önceden görmür. Ancak kənardan tez görünür. Onu kabul etmək lazım. Və yani Ağsaqqallar məsləhəti var, Ağsaqqallar Şurası var, kəndin Ağsaqqalları var, hörmətli, saygıdeğer, savadlı insanlarımız var. Onlarla məsləhətləşmiş şəkildə bu işləri yaparsak bize degen bir ikinci bir millet olmaz. Çok sağ olun müəllim. Mənim sualım sizədir. Azərbaycan xalqının ümumilli Heydər Əliyev hər zaman milli mənəvi dəyərlərimizə və adət-ənənələrimizə çox yüksək diqqət və qayğı göstərib və bu gün də
Ulu Öndərin bu siyasi kursunu möhtərəm prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Dünya inteqrasiya olduğumuz bir zamanda Azərbaycanın milli mənəvi dəyərləri, adət-ənənələri nə dərəcədə təbliğ olunur? Milli liderimizin o vəsiyyətlərini, onun o tezislərini yada salıram. O adicə bir din haqqında onun fikri var. Deyir, bizim dinimiz İslam dinidir. Biz dinimizi korumalıyıq. Orada bir haşi edir ki, lakin Məhəmməd Peyğəmbərin qoruduğu dini korumalıyıq. Yəni, onun təbliğ elədiyi dini, o başqa şaxələrə biz uymamalıyıq. Bu bir. Evvel dini adət-ənənələrin pozulması insanların ümumiyyətlə, milliyyətcə özlərinin köklərini itirilməsinə səbəb olur. Çünki din çox güclü amildir. Dini də elmi əsaslarla qablanmaq lazımdır. Allah tərəfindən göndərilən Quran var. O Quranın da bu da nüsxələri var, ərəbcədə var, Azərbaycancədə var, İngiliscə, Ruscədə var. Ona görə biz o Quranı oxuyub, onu təhlil edir. Milli, mədəni, bizim dəyərlərimizin daha müstəqil Azərbaycanda yüksək səviyyədə qorumağa borcluyuq. Biz Azərbaycan türkləri kimi öz milli mentalitetimizi qorumalıyıq. Babalarımızı yada salaq, o formada qoruyaq biz. O adətlərimizi, o bayramlarımızı qoruyaq. O bizim borcumuzdur. Ağsaqqalımızın da, müəllimimizin də, rəhbərimizin də borcudur ki, biz bunları qorumalıyıq. Hasan, sən də mənim sualım sizədir. Bugün adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında nə dərəcə sıx vəhdət var? Ortada biraz ya boşluq var, ya da ki biz özümüzü daha da gelişmiş kimisi benzedirik. Ama önce ben danıştım, milli değerlerin her bir millete xüs olduğu kimi diğer milletlerin de milli değerleri var. Adet-ənənələri var. Hamısı saygımız var. Ben görmedim ki indiye kimi bizim kentlerde olsun, rayonlarda olsun, bölgelerde olsun yaşayan insanlarımızın özünün adet-ənənələrini beganələştirilsin. Yok. Hele devam ediyor ama devam ettirmeye biz borçluyuz. Çünkü biz özümüzün değerlerimizi koruyup özümüz saygı getirmezsek digeri bize saygı getirmez. Çox sağ olun Zamalım. Demək, qərb və şərq sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın adət və ənənələrinə, milli dəyərlərinə ağsaqqallarımız tərəfindən düzgün şəkildə yanaşma məncə yetişən nəsildə də mövcud dəyərlərə məhəbbət yaradır. Bax, buna İldirmənin və Səmzəmənin hər ikinizin münasibəti. Mən verin o sözü. Çok güzel sözdür. Aksakalların toplumun içinde olan vazifesi. Toylarda, nişanlarda, toplumda milletimize bildirirler ki bizim milli adet-ənənələrimizi gelecek nesil, yeni yetişmiş nesil bir o kadar bilmir ama onlar hardan öğrenmeli? İşte bu aksakalların bilgi neticesinde, onların saygısı neticesinde, onların o insanlara ötürmesi neticesinde onlar öğrenecek. Ona göre aksakalların rolü çok büyük olmalıdır ki zaman zaman böyle bir tedbirlerde, bir görüşlerde, şenliklerde, üzül yerlerinde bunu aksakallar öne düşmeli. Yani bilgi vermeli. Bu kadar. Çox sağ olun. Öldürməm sizin fikirlərinizi. Mənim fikrim də odur ki, hər bir gənc öz atasına, anasına qulaq atsa, yaxşı olacaq. Ata-ananın sözündən çıxmaq çox günahdır. Ataya hörmət hər kəsin borcudur. Ana da unudulmaz bir cənnətlik bir Allahın yarattığı varlığı. Çox sağ olun müəllim. Verilişimizin əvvəlində də dedim, Susa İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi İqbal Mərdanovdur. Bugünkü verilişimizdə bizdən bir yerdədir. İqbal müəllim, sizin fikirləriniz? Mən ilk növbədə İldırım müəllim sizə, Sərmcan müəllim sizə təşəkkür edirəm öz adınızdan, cəmaatımızın adından ki, gəlib rayonun ucqar kəndlərindən biri olan Susay kəndində beləncə cəmaatımızla görüşürsünüz, maarifləndirmə işi aparırsınız. Mən Qafqaz TV-nin rəhbərliyinə, ona əməkdaşlarına təşəkkürümü bildirirəm ki, belə bir tədbirləri rayon səviyyəsində Qafqaz TV televiziyasında işıqlandırırlar. Hər birinizə minnətdaram.
Məlumat üçün bildirim ki, Susay kəndi rayonumuzun ən qədim kəndlərindən biridir. Ona görə də hal-hazırda bizim kəndimizdə bu qədimi adət-ənənələrimiz, milli mənəvi dəyərlərimiz bugünə qədər qorunub saxlanılır. Və cəmaatımız da daima rəhbərliyimizin, dövlətimizin qayğısını öz üzərində hiss edirlər. Ona görə də mən cənab başçımıza, İlqar müəllimə də təşəkkürümü bildirirəm ki, o daim bu xalqı, bu cəmaatın nəzarəti altında saxlayır, onun cəmaatın bütün problemlərinin həll olmasına daim özünün tapşırığı, rəhbərliyi olub. Mən cəmaatımız adından bir daha sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Çox sağ olun. Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir, deyirdi. Bax belə, əziz izləyicilər, Ağsaqqal sözü verilişinin növbəti buraxılışının sonuna gəlib çatdıq. Xatırladım ki, verilişimizin qonaqları Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Quba rayon Ağsaqqallar Şurasının üzvü Ağsaqqal Türklərinin Vətən Cəmiyyəti İctimai Birliyinin Quba rayon nümayəndəsi Səlimcan İzmanov və Susay İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi İqbal Mərdanov idi. Auditoriyamız isə Susay İnzibati Ərazi Dairəsinin Susay kəndinin sakinləri idi. Və belə, sağ olun, sağlıqla qalın, Tanrı sizi qorusun.